Salam, 8-ci sinif 1-ci hissədən 1.4 mövzusunda ardının izahına baxaq. Burada biz osmosdan başlayırıq. Osmos bildiyiniz kimi canlı hüceyrələrdə bütün kimyəvi reaksiyalar həmişə su mühitində, məhlulda baş verir. Maddələr hüceyrəyə həll olmuş şəkildə daxil olur və yaxud da ki, xaric olur. Yəni, su hüceyrəyə daxil olan və çıxan müxtəlif maddələr üçün mühüm həlledici rolunu oynayır. Bax, burada osmosun getməsi üçün yarım keçirici membran göstərilibdir. Şəkər qatılığı yüksək olan su məhlulu və yaxud da ki, şəkər qatılığı az olan məhlul. Yəni, burada bildiyiniz kimi əgərləri su molekulaları çox olduğu üçün yüksək su potensialı adlanır. Şəkərin qatılığı yüksək olan məhlulda isə az miqdarda su molekulaları olduğuna görə aşağı su potensialı adlanır. Yadda saxlayaq ki, həmişə su potensialı çox olan sahədən su molekulaları bax, bu istiqamətdə keçəcəkdir. Yəni, su potensialı az olan mühitə su molekulaları daşınacaqdır ki, belə keçiricilik osmos adlanır. Suyun konsentrasiyası haqqında danışanda həmişə su potensialı terminindən istifadə etmək daha məqsədə uyğundur. Belə ki, su molekulaları çox olan sahədə su potensialı da böyük olur. Az olan sahələrdə isə su molekulalarının sayı, su potensialı da az olur. Fəaliyyət bölməsinə baxaq. 4 eyni ölçülü kimyəvi stəkan distillə suyu, müxtəlif faizli duz məhlulları, 2-3 ədəd kartof, bıçaq və s. İşin gedişinə baxaq. Qabığı təmizlənmiş kartofdan bərabər ölçülü, eyni formalı dilimlər kəsilir. Artıq mayını çıxarmaq üçün bir kartof dilimini salfet kağızı ilə deməli, yumuşaq bir şəkildə silirik. Duz məhlulundan birinə qoymazdan əvvəl uzunluğunu ölçürük. Sonra isə hazır olduqdan sonra məhlullar olan 4 kimyəvi stəkanın hər birinə 3 kartof dilimi qoyuruq. 20 dəqiqədən sonra hər bir kartof dilimini çıxarır, sonra kartof dilimlərini salfetə büküb, qurulayıb uzunluğunu ölçürük. Kartof dilimlərinin ölçüsündə və onların sərtliyində baş verən dəyişiklikləri müqayisə edin. Müşahidənizi dəftərinizə yazın. Bax, duz məhlullarının konsentrasiyası 0-a bərabərdir. Bax, bu, yəni burada heç bir qarışıq yoxdur. Yəni, ancaq su molekulalarıdır. Deməli, bu stəkan, birinci stəkandakı məhlulda olan su potensialına görə ən yüksək potensiala malikdir. Sonrakılarda isə həll olan duzun miqdarı artdığına görə get-gedə su molekulaların sayı azaldığından həmin qablarda olanlar az su potensialına malikdir. Bax, bu duz məhlulunun konsentrasiyası, bax, bu axırıncıda ən az su potensialına malik olacaqdır. Kartof dilimlərinin başlanğıc ölçüsü hər birində 3 sm olmaqla kəsirik. Hərəsindən 3-3 olmaqla qablarda yerləşdiririk. Kartof dilimlərini sonra götürüb onu yenə də yuxarıda şərtdə göstərildiyi kimi salfetka ilə silib uzunluğunu ölçürük. Bax, onların bax, belə bir 3/1, 3/100, 3/1000 və 3 ölçüləri olduğunu görürük. Burada uzunluğun dəyişilməsinin faizlə soruşulur. Ondan görə də biz bax, bu böyük rəqəmdən 3/1-dən 3-ü çıxıb 100-ə vurmaq və 3-ə bölməklə biz bax, bu ifadəni almış oluruq və yaxud da ki, 3/100-dən 3-ü çıxıb 100-ə vurub 3-ə bölməklə bunu eyni qayda ilə də bax, bu gördüyünüz deməli, rəqəmləri almış oluruq. Kartofun ölçüsü su potensialı ən az olan, deməli, axırıncı, bax, bu qatılıq çox olanda 0-a bərabərdir. Uzunluğun orta dəyişilməsi faizlə soruşulur və bunları biz toplamaqla orta qiymətin faizlə ifadəsini
yəni o toplayıb qabların sayına 4-ə bölməklə faizlə ifadəsinin orta qiymətinin dəyişilməsinin 0,92%-ə bərabər olduğunu görmüş oluruq. Burada soruşulur, müzakirə edin. Sizcə kartof dilimlərinin uzunluğundakı dəyişikliklərin səbəbi məhlulun konsentrasiyası ilə əlaqəlidirmi? Fikrinizi əsaslandırın. Bildiyiniz kimi, məhlul nə qədər qatı olarsa, orada su molekulalarının sayı az olacaqdır və aşağı su potensialına malik olacaqdır. Ona görə də qatı məhlulda gördüyünüz kimi kartofun ölçüsündə heç bir uzunluq dəyişdiricisi olmayıb. Ona görə də 0% ilə ifadə olunubdur. Əgər biz hüceyrəni hər hansı su potensialı az olan bir sahəyə qoysaq, deməli, bax, burada gördüyümüz kimi şəkildə də göstərilibdir. Bax, burada fikir verin. Su potensialı az olan sahəyə qoyularsa, onda su molekulalarının hüceyrənin daxilindən ətraf mühitə verilməsi baş verir. Nəticədə burada susuzlaşma yaranır, sitoplazma qılafdan ayrılır, hüceyrə büzüşür. Bitki hüceyrəsi olduğuna görə, bitki hüceyrəsində bildiyiniz kimi möhkəm hüceyrə divarı mövcuddur. Möhkəm hüceyrə divarı bunun dağılmasının qarşısını alır. Belə bir proses deməli plazmoliz adlanır. Belə ki, bitki hüceyrələrində plazmolizə uğrayan ot bitkiləri, digər orqanlarda ola bilər ki, onlar belə olanda büzüşür, əyilir. Heyvan hüceyrələrində də deməli plazmoliz müşahidə oluna bilər. Bu zaman həmin hüceyrələr büzüşür, qırışır, nəticədə onlar məhv olur, dağılır. Bir də var turqor təzyiqi. Görək turqor təzyiqi nədir? Turqor təzyiqi sayəsində bildiyiniz kimi hüceyrələr çoxlu su potensialı olan mühitdə, bax bu gördüyünüz kimi yerləşdirilir. Bu zaman hüceyrənin daxilinə ətrafda yüksək su potensialı olduğuna görə su molekulaları daxil olmağa başlayır. Nəticədə orada su molekulaları, qatılığı, konsentrasiya üstünlük təşkil edir. Hüceyrə divarına təzyiq göstərir. Bu isə hüceyrə daxilində, hüceyrə qılafına göstərilən təzyiq isə turqor təzyiqi adlanır. Heyvan hüceyrələrdə belə bir yüksək təzyiqə dözə bilmirlər. Ona görə hemoliz prosesi baş verir. Bax, bu gördüyünüz kimi eritrositin deməli hemoliz prosesidir ki, orada çoxlu miqdarda su hüceyrənin daxili, su molekulaları hüceyrənin daxilinə daxil olduğuna görə o partlayıb məhv ola bilər. Turqor bitkilərdə yumşaq toxumaların formasının saxlanılmasında dediyi kimi mühüm rol oynayır. Əksər yarpaqların və cavan zoğların, xüsusən də ot bitkilərinin gövdə və yarpaqlarının hüceyrələrindəki turqor təzyiqinə görə onlar möhkəm, dik yuxarıya qalxa bilirlər. Həmçinin də suyun buxarlanması prosesi də bax bu turqor təzyiqi ilə müəyyən olunur. Burada soruşulur. Düşün, müzakirə et, paylaşda. Sizcə nə üçün bitki köklərinin ətrafına həddindən artıq gübrə əlavə etmək məsləhət görülmür. Çünki bu zaman suyun deməli tərkibində aşağı su potensialı olacaqdır. Orada deməli qatı məhlul olacaqdır ki, və bu da kök vasitəsi ilə suya keçməni zəiflədəcəkdir. Yəni belə başa düşmək lazımdır ki, kökün ətrafında olan gübrələr suda həmin mühitdə olan su molekulalarında həll olmaqla orada aşağı su potensialı yaradacaqdır ki, aşağı su potensialı da köklər tərəfindən suyun keçməsinə maneçilik törədəcəkdir. Biz qeyd elədik ki, istərsə diffuziya olsun, istərsə də osmos olsun, bu proseslər enerji sərfiyyatı olmadan həyata keçirilir. Ona görə də bu pasiv nəqil və yaxud pasiv qidalanma adlanır. Bəzi bitki və heyvanların hüceyrələrində
ən çox da heyvan hüceyrələrində faqositoz prosesi həyata keçirilə bilər. Faqositoz prosesi bir hüceyrəli əmöbdə, sonra infizorların bəzilərində və onurğalı heyvanların eritrositlərinin qanın tərkibində, eritrosit deyirəm, qanın tərkibində olan leykositlərin sayəsində mövcud olur. Onlarda bildiyiniz kimi yalança ayaq əmələ gəlir. Faqositoz prosesi zamanı orada olan bərk hissəciklər, bax bu gördüyünüz kimi yalança ayaq əmələ gəlir. Bərk hissəciklər yalança ayaqlar tərəfindən tutularaq hüceyrə xarici mayedə olan bərk hissəciklər, bax bu yalança ayaqlar tərəfindən tutularaq hüceyrənin tərkibinə verilir və onun ətrafında qida vakuolu əmələ gəlir və o lizosoma daxil olaraq orada olan fermentlər sayəsində öz tərkib hissələrinə parçalanaraq hüceyrə tərəfindən mənimsənilmiş olur. Odur ki, qeyd edirik ki, iri molekulalar hüceyrələrin mənimsənilməsində iştirak edə bilmir. Onlar hüceyrə membranından hüceyrənin daxilinə keçə bilmir. Burada isə pinostoz təsvir olunubdur. Pinostoz hüceyrənin xaricində, hüceyrə xarici mühitdə olan mayenin tərkibində damcı şəklində olan qida hissəciklərdir. Onlar plazmatik membrandan içəriyə doğru keçərək həmin molekulalar yenə də qida qovcuğu yaratmış olur. Onun ətrafında lizosom formalaşır, yaxud lizosoma daxil olur, qidalanmanı təmin edir. Yalnız burada gördüyünüz kimi istərsə faqositoz olsun, istərsə də pinostoz olsun. Burada su molekulaları yox, yalnız onların tərkibində olan qida məhsullarından istifadə olunur. Öyrəndiklərinizi tətbiq edin. Bunu növbəti dərsimizdə. Bu qədər, sağ olun.